hər vaxtınız xeyir olsun. Mən FC Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Mahmudova. Bugün sizlərlə intibah dövrü Azərbaycan ədəbiyyatına güvən nəşrlərindən nəzər salacağıq. Amma keçid almazdan öncə nəzərinizə çatdırmaq istəyirəm ki, həm müəllimlərin işə qəbulu, həm abituriyent üzrə yeni açılmış qruplarımızda iştirak eləmək istəyirsinizsə və yaxud da qruplarımız barədə məlumat əldə eləmək istəyirsinizsə, zəhmət olmasa açıqlama hissəsində olan nömrələrimizdən bizə yaza bilərsiniz. Eyni zamanda Instagramdan da bizə mesaj bölməsindən yazaraq əlaqə yarada bilərsiniz. İndi isə keçid alaq testimizə. İntibah dövrü Azərbaycan ədəbiyyatıdır. Əfsələddin Xəqaninin gənclərə nəsihət əsərinin forma xüsusiyyətləri ilə bağlı doğru fikri bizdən istəyir. Bəziləri çox qarışdırır, forma yoxsa məzmun. Bunu qısaca sizə başa salım. Məsələn, gündəlik həyatımızda hər hansısa bir seriala deyin baxırıq da. O seriala baxanda biz ondan nəsə bir nəticə çıxarırıq, olur serial vətənpərvərliyi haqqındadır, biz danışırıq ki, vətənpərvər ruhdadır, orada vətəni qorumaqdan söhbət gedir və s. və yaxud da obrazların hər hansısa bir nitqini, diyaloqunu danışıram. Bunlar onun məzmunu ilə bağlıdır. Bəs forma nədir? Formanı qrammatika kimi yadınızda saxlayın, daha çox qrammatik xüsusiyyətlər. İndi baxaq. Məndən forma xüsusiyyəti istəyir və doğru fikir istəyir. Fitnə illəri dərdə salan bir bəla kimi pislənir. Bəli, fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Biri çıxıram. Nəyə görə? Çünki onun forması deyil ki, məzmunu ilə bağlıdır. A variantı, B variantı, D variantında bir olduğu üçün çıxdı. Şeir vahidi beytdir, tamamilə doğrudur. 2 doğru olduğuna görə cavab avtomatik C olacaq. Yeni də çıxırıq. Lirik növdədir, əruz vəznindədir. Bəli. İkinci testdədir. Əfsələddin Xəqani və Qətran Təbrizi üçün ortaq sayılacaq fikirləri bizdən istəyir. Birlikdə baxaq. Hər ikisi 12-ci əsrdə yaşamışdı. Xeyr. Biri 12-ci əsrdə yaşayıb, biri isə 11-ci əsrdə. Yəni bunu hər ikisinin ortağı kimi, doğru fikir kimi mən düşünə bilmərəm, götürə bilmərəm. Ona görə A variantı cavablardan çıxıram. Lirik və epik növ deyir. Epik növdə Əfsələddin Xəqaninin poeması var deyə, lirik epik növü Əfsələddin Xəqani üçün götürə bilərik. Amma bunu Qətran Təbrizi üçün götürə bilmədiyimizə görə ortaq cavab sayılmadı. Bunu da çıxırıq. Hər iki sənətkar poema müəllifidir. Xeyr, ədəbiyyatımızda ilk poemanı Əfsələddin Xəqani yazıb, Xəqani Şirvani də deyilir. Həm Xəqani Şirvani, həm də Qətran Təbrizi Təbrizdə saraylarda yaşamışdı. Xəqani Şirvani Şamaxıda, Qətran Təbrizi isə Təbrizdə yaşayıb. Bu da ortaq sayılmadı. Cavab avtomatik qaldı. Y variantı. Hər iki şairin divanında saraydan narazılığa əks etdirən lirik şeirlər var. Tamamilə doğrudur. Qətran Təbrizi haqqında səhv fikri bizdən istəyir. Seçək görək səhv fikri hansı fikir olacaq? Deyir, Qətran Təbrizi ədəbiyyatımızda ilk divanın müəllifidir. Bəli, 11-ci əsrdə yaşamışdı. Bu arada bu tamamilə doğrudur. A variantını çıxdıq, çünki bizdən səhv istəyir. Əsərlərini yalnız lirik növdə yazmışdı. Bəli, epikdə yoxdur, dramatik növdə, onsuz da bu dövrdə yaranmayıb. İrsi divandan və Ət-Təfasir adlı farsça lüğətdən ibarətdir. Bu da tamamilə doğrudur. Ona görə C variantı da getdi. Məndən səhv olanı istəyir. Əsərlərində dövrün hökmdarlarına məth edən şair saraylardan narazı qaldığını əks etdirən şeirlər yazmayıb. Xeyr, səhv cavab olacaq D variantı. Çünki belə şeirləri var idi. Təbrizdə baş vermiş zəlzələ haqqında ilk mənzumə yazmışdı. Bəli, Təbriz haqqında mənzuməsi var. 4-cü testə baxırıq. Qətran Təbrizi və Məhsəti Gəncəvi üçün ortaq sayıla biləcək fikirləri bizdən istəyir. Hər ikisi 12-ci əsrdə yaşamışdı. Xeyr, Qətran Təbrizi bayaq da qeyd elədim, 11-ci əsrdir. Məhsəti Gəncəvi isə 12-ci əsrdir. Deməli, biri variantlardan gəlin silək. Daha sonra hər ikisi əsərlərin lirik növdə yazmışdı. Bəli, lirik növ mütləq aparıcı növdür. Ona görə D-ni çıxırıq. Hər ikisi əsərlərini fars dilində yazmışdı. Tamamilə doğrudur. Yəni o vaxt Azərbaycan dili, ana dili, türk dili yox idi.
4-də deyir, hər ikisi intibah dövrü Azərbaycan ədəbiyyatının nümayəndəsidir. Tamamilə doğrudur. Cavab oldu elə B variantı. Xeyr, bircə dəqiqə. Baxaq görək. 2, 3. Doğrudur. B variantıdır. 4-ü də götürdük. Elə bildim digər variantda da nəsə qalıb. Onu da izah eləməmişik. Xeyr. Ona görə də cavab olacaq B. 5-ci testə baxaq, vaxt itirmədən. Hansı janra qədim dövrdə rast gəlinmir? Qədim dövrdə qəzəl janrına rast gəlinir. Yəni biz bunu görürük. Qədim dövr ədəbiyyatında rast gəlinməyən janr istəyir. Məthiyələrə rast gəlinir, həcvlərə rast gəlinir. Poemaya bayaqları da dedik axı Töhfətül İraqeyn. Amma tuyuq bu janrda deyil. Qazi Bürhanəddinlə yadınızda saxlayın, orta dövrdə. B variantı. 6-cı testə baxacağıq. Biri intibah dövrü Azərbaycan ədəbiyyatına aid deyil. İlk məhəbbət məzmunlu poemanın yazılması A aiddir, A-nı çıxırıq. İlk məhəbbət məzmunlu poema Xosrov və Şirindir. İlk süjetli poemanın yazılması bu Əfsələddin Xaqaninin poemasında daxil eləyə bilərik. Vahid süjet xətti poema istəyirsə Xosrov və Şirinə daxil eləyə bilərik. İlk divanın yazılması Qətran Təbrizi. Qadın azadlığı mövzusunda ilk əsərin yazılması, bu da Nizamiyə aiddir. Cavab qaldı ki, həm əruz, həm də heca vəznində əsərlərin yazılması. Burada heca yox idi, yalnız əruz idi. Ona görə də bu səhvdir. 7-ci testə baxırıq. Əfsələddin Xaqanini şərq ədəbiyyatında məşhurlaşdıran nümunə deyil. Olmayanı bizdən istəyir. Mədain xərabələri qəsidəsi Əfsələddin Xaqanidən söhbət gedir. İctimai məzmunlu şeirləri, divanı, Töhfətül İraqeyn poeması, rübailəri onu məşhurlaşdırmayıb axı. Ona görə də cavab D-dir. Rübailəri ilə məşhurlaşan əlbəttə ki, Məhsəti Gəncəvi sayılacaq. 8-ci testə baxırıq. Əfsələddin Xaqaninin əsərləri ilə bağlı səhv fikri bizdən istəyir. Töhfətül İraqeyn poeması ilə Azərbaycan ədəbiyyatına poema janrının əsası qoyulub. Tamamilə doğrudur. Mədain xərabələri qəsidəsində dövrün şahlarını çox məharətlə məth etmişdi. Mədain xərabələri burada şəhərin necə xarab olmasından danışır. Bu necə məth eləyə bilər ki? Məth eləmək kimisə tərifləməkdir. Elə səhv cavab olacaq B variantı. Əsərlərində saraydan narazılıq motivlərinə yer verilib, poemalarında uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələrinə yer verilib, şairin əsərlərində doğma yurduna məhəbbəti, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür. 9-cu testə baxaq. Beytin müəllifini istəyir bizdən. Ümidim pənahım Təbrizdir Təbriz, o şəhər də mənə doğmadır əziz. Əlbəttə ki, Əfsələddin Xaqani. Cavab olacaq C bəndi. İntibah dövrü Azərbaycan ədəbiyyatına aid olmayan fikri istəyir. Mətiyyə ən geniş yayılmış janrlardan biri idi, sayıla bilər. Ona görə də A-nı çıxdıq, C-ni çıxdıq, Y-ni çıxdıq. İlk ana dilli poema, baxın ilk poema demir ha, ilk ana dilli poema. Ana dil burada yox idi axı, fars idi bu. Ona görə də 2-ni götürəcəyimizə görə B-də 2 yoxdur. Bu çıxdı, cavab avtomatik qaldı, D variantı. 4-də baxaq, bu dövrdə yalnız lirik növdə olan əsərlər yazılırdı. Niyə? Epik növdə poema var idi axı. Ona görə də 4-də səhvdir. 11-ci testə baxırıq. Hansı fikri Əfsələddin Xaqaninin yaradıcılığına aid etmək olmaz? Əsərlərini fars dilində qələmə almışdı. Doğrudur. Əsərlərini həm əruz, həm də heca vəznində qələmə almışdı. Xeyr, heca yox idi. Bayaqları qeyd elədik. Ona görə də 11-də cavab olacaq B bəndi. Daha sonra həm lirik, həm də epik növdə bəli poeması var. Bu adamın qəsidə janrında yazılmış əsəri var. Töhfətül İraqeyn poemasında şairin öz həyatı, uşaqlıq illəri, təhsili ilə bağlı xatirələrinə də geniş yer verilib. Əlbəttə ki, verilib. 11-ci testə baxırıq. 12-ci testə baxırıq. Əfsələddin Xaqaninin Gənclərə Nəsihət əsərinin məzmununa əsasən cədvəldəki yanlış fikirləri müəyyən eləyin. Gəlin müəyyən eləyək.
Aşağıda variantlarımız da yazılıb. Doğru olan xanada yanlış fikir istədiyinə görə doğruda yanlışı axtaracağam. Yəni yanlışda doğrunu axtaracağam. İndi gəlin baxaq. Əsas olan insanın boyunun böyüklüyü deyil, niyyətinin, məqsədinin, ürəyinin böyük olmasıdır. Bizdən yanlış fikir istəyir. Bu doğru fikirdir. Bunu çıxırıq. B variantı, C variantı, Y variantı çıxdı. Aqil adam odur ki, öz eybini özgələrin eybindən artıq, öz hünərini isə özgələrin hünərindən əski görsün. Məsələn, orada nə deyib bu misraları səsləndirəndə? Deyib ki, boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki, ürək. Yəni, biriləri buna görə çıxdıq. 2-yə baxırıq. Aqil adam odur ki, öz eybini özgələrin eybindən artıq, öz hünərini isə özgələrin hünərindən əski görsün. Bunu biz görmürük. Yəni, ona görə də bu yanlışdır. 2-ni götürəcəm. Avtomatik A-da da, D-də də var. 4-ə baxıram. Deməli, 4 də hər ikisində var. İnsan hər bir əməlində ağılla hərəkət etməli, pis insanlardan özünü qorumalıdır. Bu doğru fikirdir və yanlış xanasında olduğu üçün bu da yanlışdır. Ona görə 4-ü də götürürəm. Avtomatik 2 cavabda da var. İndi ya 5-dir ya da 6. Burada 6-cı fikir doğrudur. 5 yox. 5-də bura qədər doğrudur. Amma bu birisi isə doğru deyil. Ona görə də cavab olacaq D variantı. Keçid alaq 13-cü hissəyə, 13-cü testə. Ədəbiyyatımızda ilk lirik şeirlər divanının müəllifi kimdir? Əlbəttə ki, Qətran Təbrizi sayılacaq. Daha sonra 14-cü testə baxırıq. Biri intibah dövrü Azərbaycan ədəbiyyatına aid deyil. Məhəbbətin, təbiətin tərənnümü, humanist ideyalara yer vermək, daha çox rübailərdə biz bunu görürdük. İctimai fəlsəfi məzmunlu şeirlər, allegorik poemanın yazılması, allegorik poema bu dövrdə deyildi axı. Burada hələ poemaya başlanğıc var idi. Ona görə də cavab D variantıdır. 15-ci testə baxırıq. Sillogizmi tamamlayın deyir. Birinci hökm intibah dövrü şairlərinin yaradıcılığında məthiyə geniş yer tutur, yəni məth eləyir. Qətran Təbrizi intibah dövrü şairidir. Bu da deyir, intibah dövrü şairlərinin yaradıcılığında bu geniş yer tutur da. Deməli, Qətran Təbrizin yaradıcılığında məthiyələrə rast gəlinir. Sillogizm odur ki, 2 dənə fikri üst-üstə qoyduqda ondan bir nəticəniz çıxacaq. Ola bilər digər variantlar düzgün olsun. Amma sizin üçün ən əsas, ən önəmlisi o 2 fikri üst-üstə qoyanda 3-cü fikrin çıxmağıdır. 16-cı testə baxırıq. Biri əsərlərini farsça yazan sənətkarların sırasında göstərə bilməz. Yəni, bu göstərilə bilməz. Qətran Təbrizi bu dövrdədir. Məhsəti Gəncəvi bu dövrdədir. Fələki Şirvani, Əbülüla Gəncəvi əlbəttə farsça yazıblar. Musa Şəhavət cavab olacaq A variantı. 17-ci testə baxırıq. Əfsələddin Xəqani və Qətran Təbrizi üçün ortaq sayıla biləcək həm Əfsələddin Xəqani, həm də Qətran Təbrizi. Fars dilində lüğət hazırlamaları, xeyr. Poema müəllifidir, xeyr. Bunlar birində var, birində yoxdur. Təbrizdə baş vermiş zəlzələyə aid şeir yazmışdı, xeyr. Əsərlərini Xəqani Şirvan yazmış, əsərlərini əruz vəznində yazmışdı, bəli, hər ikisinə aiddir bu. Bu Y variantı da hər ikisinə aid deyil. Cavab olacaq D. Keçid alaq digər testlərin izahına. 18-ci testə baxırıq. İntibah dövrü Azərbaycan ədəbiyyatı ilə bağlı doğru fikirləri müəyyən eləyin bizdən istəyir. Qeyd eləyək, doğru. Bu dövrdə yalnız beyt formasında əsərlər var. Bu səhv fikirdir. Biz yalnız beyt düşünə bilmərik. Bəndlər versiyasında da var idi axı. Elə məsələn Şamaxı, ey mənim sevimli yurdum. Məsələn bu misralarla başlayan bizdə Əfsələddin Xəqaninin görürük də bir əsərini. Ona görə bu düzgün deyil axı. Ona görə də biri götürməyəcəyik. A variantları getdi. Gəlin lap sondan başlayaq. İlk divan bu dövrə aiddir. Bəli, Qətran Təbrizin yaradıcılığında var və hər 3 variantda da 5 var. 4-də deyir, ictimai fəlsəfi rübailər yazılırdı. Bəli, biz bunu görürdük. 4-ü götürməliyik. 4-5 hansı cavabda varsa qalır, digərləri gedir, C getdi. Daha sonra 3-də deyir, ədəbiyyatımızda poemanın ilk nümunəsi, bəli, Əfsələddin Xəqani 3-də var.
Ona görə cavabınız oldu D variantı. İndi keçid alaq 19-cu testə. Əfsələtin Xaqaninin Gənclərə Nəsihət şeirində belə bir məsləhət yoxdur. Dostun əkdiyi gül tikan olsa da onu çıxarıb atma. Bəli, deyir, dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atma sən. Yəni bu var. A variantı getdi. Dostluqda möhkəm ol, sözdə mötəbər. Bəli. Deyir, çalış az dostluq et. Etsən də əgər dostluqda möhkəm ol, sözdə mötəbər. Bu tamamilə doğrudur. Yəni buna aid də var. Amma bizdən nə istəyir? Yoxdur, olmayanı istəyir. Ətrafındakı insanlar bivəfa olsa da sən bivəfa olma. Bəli. Məsələn, orada deyir ki, bugün yoxdursa da kimdəsə vəfa, vəsiyyət edirəm, olma bivəfa. Bu da tamamilə doğrudur. Sənə pislik edənlərə sən də pislik et. Sizcə bu məntiqi cəhətdən də mi düzdür? Baxın, məntiqi cəhətdən də düzgün deyil. Hər şeyi müsbət qarşılayıb, yəni baxır da sənə kim pis deyilir, sən də götür ondan betər pis deyilir. Bu düzgün deyil, ona görə də cavab D variantı. 20-ci testə baxırıq. 20-ci testdə deyir ki, Gənclərin Nəsihət şeirində insanın təbiətinə xas olan hansı mənfi xüsusiyyəti elləri dərdə salan? Deyir, fitnə törətməyi fitnəkar cavan, fitnə elləri dərdlərə salan. Cavab olacaq B variantı. 21-ci testə baxırıq. Xaqani Şirvaninin nə deyir? Seçilmiş beytdə hansı hiss tövsiyə olunur? Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Burada nə? Təvazökarlıq da deyir. Yəni, sən təvazökar ol, kimsə səni tərifləyəndə o dəqiqə lovğalanma da bundan. Daha sonra Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeiri ilə bağlı yanlış fikri bizdən istəyir. Fitnə illəri dərdə salan bir bəla kimi pislənir, tamamilə doğrudur. Gənclər vətənpərvər olmağa, qəhrəmanlıq göstərməyə səsləyir. Belə bir şey görmürük. Dostluqda möhkəm olmaq var, nadanların tərifinə aldanmamaq var, lovğa insanlardan, hörmətdən uzaq olduğu vurğulanır. Bəli, bunlar da doğrudur. Deyir ki, məsələn, sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Belə bir ifadə var idi. B variantı cavabımız da. 23-cü testə baxırıq. Məhəmməd Peyğəmbər hədislərinin birində belə buyurmuşdu. Din qardaşının üzünə gülümsəmək sədəqədir. Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeirindən verilmiş hansı beytdə bu fikir ifadə olunur? Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Cavab Y variantıdır. 24-cü testə baxırıq. Biri intibah dövrü Azərbaycan ədəbiyyatına aid edilə bilməz. Cavab Y. Tuyuq janrı. Bayaq dedik axı, bu orta dövrdə idi. Qazi Bürhanəddində idi. Daha sonra 25-ci testə baxırıq. Hansı beytdən Xaqani Şirvaninin Gənclərin Nəsihət əsərindən verilmiş? Hansı beytdə məzmunca bir-birinə zid odur ki, əks olan fikirlər burada verilsin bizdən istəyir. Anlayışların qarşılaşdırılması ilə daha təsirli ifadə edilmişdir. Vəfa küçəsində ev tut, yəqin bil, vəfa mənzilidir, ən yaxşı mənzil. Burada heç nə yoxdur. Bugün yoxdursa da kimdəsə vəfa, vəsiyyət edirəm, olma bivəfa. Burada vəfa və bivəfa fikrini gördünüz. Sizdən antonim istəmir. Bir balaca bir-birinə əks olan ifadələr də ədəbiyyatımızda ziddiyyət təşkil eləyir kimi götürülür. Cavab olacaq B. Daha sonra digərinə baxaq, sonuncu testimizə, 26-cı testimizə baxaq. Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeirində hansı mənfi xüsusiyyət, vəfa, etibar kimi gözəl insani xüsusiyyətləri məhv edən bəla kimi pislənir? Fitnəkarlıq. Cavab olacaq C variantı. Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeirinin məzmunu ilə bağlı doğru fikri bizdən istəyir. Deyir, əsərdə dünya görmüş müdrik bir şəxsin gənclərə öyüd nəsihətlərinə yer verilmişdi. Bir tamamilə doğrudur. B variantında bir yoxdur, çıxdı. Əruz vəznində məsnəvi şəklində yazılmışdı. Bu doğrudur, amma məndən nə istəyir? Məzmunu ilə bağlı. Axı bu məzmun deyil, forması ilə, qrammatikası ilə bağlıdır. Ona görə də 2-ni götürmürük. 2-ləri çıxdıq, yəni C variantı, D variantı çıxdı. 3-dədir, əsərdə lovğa, nadan insanlar tənqid olunub, doğrudur.
4-dədir vəfalı, təvazökar olmaq kimi insani keyfiyyətlər, təbliğ, nifaq, hiylə kimi mənfi keyfiyyətlər tənqid olunub. Bu da doğrudur. Cavab olacaq A variantı. Keçid alaq 28-ci testdə. Əfsələddin Xaqaninin gənclərə nəsihət əsərindən verilmiş hansı beytdə ifadə olunan fikir dost olan, eyib görməz atalar sözündəki məna ilə yaxından səsləşir? Baxaq. Dost olan eyib görməz. Qırsa bir budağı dost istənərək, o cənnət ağaca olsa da əl çək. Cavab D. Təbii ki. 29-cu testə baxırıq. Gənclərin nəsihət əsəri ilə bağlı belə bir fikir söylənilmir deyir burada. Baxaq görək hansı fikir söylənilmir. Fitnədən uzaq durmaq lazımdır, çünki elləri dərdə salır. Tamamilə doğrudur. Pis adamlar əqrəb də kör, ilan tək lal və kar olurlar. Bəli, sonuncu misralar idi. Deyir ki, qorun pis adamdan, Allah ki onlar əqrəb tək kör olar, ilan tək lal kar. Bu doğrudur. Gənclikdə qazanılan təcrübə qocalıqda müdriklik deməkdir. Bəli, bu da tamamilə doğru. Yox, bircə dəqiqə. Gənclikdə qazanılan təcrübə qocalıqda müdriklik deməkdir. Bunu axı görmürük, burada görmürük. Ona görə də cavab olacaq C variantı. Dostların çox olması şərt deyil, əsas olan dostluğun möhkəm olmasıdır. Doğrudur. Kiçiklərə nəvaziş göstərmək lazımdır. Bunları da görmüş oluruq. Daha sonra 30-cu sonuncu testimizə baxaq. Bu açıq tipli testdə Əfsələddin Xaqaninin Töhfətül Raqeyn əsəri haqqında səhv fikri bizdən istəyir. Bu əsərlə ədəbiyyatımızda poema janrının əsası qoyulub, tamamilə doğrudur, götürmürük, səhvi istəyir. Əsər ana dilində qələmə alınıb, ana dili bu dövrdə yox idi, 2-ni götürməliyik. Yazaq bura 2. Daha sonra şair burada Mədain xarabələrinin xarabalığa çevrilməsinə təəssüflə söz açır. Xeyr, 3-ü götürürük. Poemada hadisələr vahid süjet xətti üzrə davam edir. Bizdən səhvi istəyir. Vahid süjet xətti. Vahid süjet xətti Nizamidədir. Nizaminin Xosrov və Şirin əsərində vahid süjet xətti var. Buna görə də 4-ü də qeyd eləyə bilərik. Müəllif əsərdə uşaqlıq xatirələrindən də bəhs eləyir. Bəli, cavab olacaq 2, 3 və 4. Belə əziz izləyicilər, biz bugün sizinlə ədəbiyyatdan güvən nəşrlərinə baxdıq. Bu nəşrdəki testlərə baxdıq, hansı ki intibah dövrü ədəbiyyatımızla bağlı idi. Ən çox hansı mövzuya aid və hansı test toplusundan və yaxud ümumiyyətlə hansı testləri görmək istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın. Videonu eləcə də bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti video dərslərdə görüşmək üzrə.